Əhmədzadə Sürət 3 aydır bu xəstəlikdən əziyyət çəkirəm. Hardasa may ayında getdik istirahət mərkəzində istirahət elədik. Sonra da ilkin diaqnozlar əsasən soyuq oldu üzümə. O da üst sinirlərim iflic oldu. Sonradan da müəyyən həkimlərin qəbulunda oldum Tovuz rayonunda. O da yəni xeyir eləmədi də. Bildiyim orqanizmdə bir dəyişiklik olmadı. Qaşım qalxmırdı, ağzımın bir tərəfini hərəkət elətdirə bilmirdim, gözüm yummurdu. Bildiyiniz, yəni üzümün bir tərəfi iflic kimi idi də. Həkimlər də əslində demişdilər ki, yəni çox həkimlərin qəbulunda oldum. Yəni ümidverici danışmırdılar da insanla. Yəni demirdilər ki, sən sağalacaqsan, sağalmayacaqsan. Hamısı deyirdilər bu müalicəni eləyəcəyik, bu müalicəni eləyəcəyik. Xeyir eləsə eləyəcək, kömək eləsə eləyəcək. O da yəni həm özlərinin məncə inamı yox idi sağalmağa, həm də sağalmırdı da, özüm də görürdüm ki, sağalmırdı bildiyim. O da sağ olsun, ha gün doktoru gəldim yanına, ay yarımlıq terapiyada oldum yanında. Yəni görürəm ki, həqiqətən çox xeyir olub. Yəni sağalıbda, Allah canını sağ eləsin doktorumuzun. Xəstəmiz Tovuz rayonundan bizə müraciət edib. 2 aydan çox idi bizə gələndə üst sinirin iflici idi. Belə ki, sağ tərəfdə qaşın tam qalxmaması, alın qırışlarının alınmaması, göz ağının görsənməsi, göz tamam yumulmurdu və ağzı çox kobud şəkildə əyilmiş idi. Ağızdan su, qida qəbul edərkən demək tökülməsi var idi. Xəstəni ilk növbədə ehtiramiyografik müayinəyə göndərdik. Orada yuxarı orta şahidə 50%, aşağı şahidə isə 75% keçiciliyin pozulması göstərildi. Xəstəmizdə inteqrativ tibb üsulları ilə homosimiyatriya, nevral terapiya olundu, drenaj detoksikasiya aparıldı və müəyyən toklarla sinirə impulslar verildi və nəhayət ki, xəstədə biz tam sağalma, üst sinirin iflicinin əlamətlərinin tamam keçməsi və xəstənin əvvəlki sağlamlığına qovuşmasına nail olduq və bu xəstəmiz gənc olduğu üçün bu xəstəlikdən hədsiz dərəcədə narahat idi. Öz dostları ilə cəmiyyət arasına çıxmağa çəkinirdi və indi artıq tam üzü normal vəziyyətə qayıtdığı üçün öz işi ilə də məşğul ola bilər, sərbəst şəkildə ictimai işlərlə məşğul ola bilər.